Bir daha hər kəsə salam. Bundan əvvəlki videoda Miqra sertifikasiya sınavının Azərbaycan dili suallarının izahını təqdim eləmişdim. Burada isə 26-cı sualdan etibarən 50-ci suala qədər ədəbiyyat suallarının izahını təqdim edəcəm. Kimsə əgər izləməyibsə kanala keçid edib bundan əvvəlki videodan Azərbaycan dili suallarının izahını dinləyə bilər. Bundan başqa kim əgər PDF-ni əldə edib, sualları özü işləyib, izahını izləmək istəyirsə, nömrələrimizlə əlaqə saxlayıb PDF-ni bizdən ödənişsiz şəkildə əldə edə bilər. 26-cı sualda deyir ki, nümunə ilə bağlı düzgün variantı seçin. O təmiz duyğular, o saf ürəklər, bənövşə qoxulu sərin küləklər, başına döndüyüm güllər, çiçəklər, tərlanlar oylağı yadıma düşdü. Bu nümunədə deməli, ilk misalda obrazlıq göstəricisi yalnız epitetdir. Burada təkrir də var. Bu da obrazlığı gücləndirən vasitədir. Bu yanlışdır. Daxili qafiyədən istifadə olunan nümunədə çarpaz qafiyələnmə var. Daxili qafiyə yoxdur. Çarpaz qafiyə yenə yoxdur. Deməli, hər ikisinə rast gəlmirik nümunədə. Qoşmanın son bəndinə aid bütün xüsusiyyətlərə nümunədə rast gəlinir. Qoşmanın son bəndinə aid xüsusiyyətlərin qafiyə quruluşu oxşasa da, müəllifin adı və ya təxəllüsü işlənməməsinə görə tam oxşuyur deyə bilmərik. Nümunədə inversiya rast gəlinir. Bu nümunədə inversiya yoxdur. Təyin mübtəda, təyin mübtəda, təyin mübtəda, mübtəda xəbər. Yəni burada üzvlərdə yer dəyişmə yoxdur. Ellipsis işlənməyən nümunənin şeir şəklinə əruz vəznində də rast gəlinir. Ellipsis işlənməyən nümunə. Bəli, burada ixtisar yoxdur. Əruz vəznində də şeir şəklinə rast gəlinir. Bəli, şeir şəkli dedikdə dördlük. Şeirin buradakı şəkli dördlük şəklidir. Dördlük şəkli əruz vəznində də məsələn rübaidə, tuyuqda, mürəbbədə qarşımıza çıxa bilər. Deməli, doğru cavab Y variantıdır. 27-də silogizm verilib. Birinci hökmdə deyir ki, Kitabi Dədə Qorqud eposunun yaranması 6-7-ci əsrlərə təsadüf eləyir. İkinci hökmdə isə deyir ki, qədim dövr Azərbaycan ədəbiyyatı 13-cü əsrə qədərki dövrə əhatə eləyir. Deməli, Dədə Qorqud 6-7-ci əsrlərə təsadüf edirsə, 13-cü əsrə qədər qədim dövr hesab olunursa, bu deməkdir ki, Dədə Qorqud qədim dövrə aid edilir. Cavab olur C variantı. Demək, silogizmin işləmə qaydası budur ki, birinci hökm və ikinci hökmü oxuyub, bunlardan çıxan nəticəni birləşdirib biz müddəa kimi irəli sürürük. Bu da bizim nəticəmiz olur. 28-ci sualda şəkilcə eyni olan hansı janrlar vəzincə fərqlidir? Şəkil deyəndə misra sayı nəzərdə tutulur. Vəzin deyəndə heca, əruz və yaxud da sərbər şeir olması. Təxmis, müxəmməs. Bilirik ki, müxəmməslər həm heca vəzinli, həm də əruz vəzinli ola bilir. Burada əruz vəzinli müxəmməsdən söhbət gedir. Təxmis onsuz da əruzdadır, müxəmməs də əruzdadır. Vəzinləri fərqli yox, eynidir. Çıxdıq. Rübai, tuyuq, mürəbbi. Rübai, tuyuq, mürəbbənin hər üçü şəkilcə dördlükdür. Vəzinləri isə üçünün də əruzdur. Ona görə burada da fərqlilik yoxdur. Bayatı, qoşma gəraylı. Qoşma gəraylı bayatının üçü də şəkilcə dördlükdür. Vəzincə isə hecadır, yəni eynidir. Rübai və bayatı. Bunların şəkli dördlükdür hər ikisinin. Amma vəzni fərqlidir. Biri hecadır, biri əruzdur. Ona görə cavab D olacaq. Y-də qəzəl, qəsidə, qitə. Bunların şəkli eynidir, vəzni də eynidir. Ona görə bunu da çıxırıq. Cavab qalır D variantı. 29-cu sualda Leyli Məcnun əsərindən verilmiş hadisələrin ardıcıllığı bizdən soruşulur. Deməli, oldəm ki, bu xakdanə düşdü, halını bilib fəğanə düşdü. Deməli, bu Məcnunun anadan olması hissəsindəndir. İkini boş qoyub, deməli, bura İkinci sıranı boş qoyub bura bir fikir yazmalıyıq. Qeys onu görüb həlak oldu, min şövq ilə dərdnak oldu. Bu da məktəbdə Qeysin Leylini görməsi hissəsidir. Ondan sonra bir dənə də boşluq var. Burada bir fikir tapmalıyıq. Ondan sonra isə dellər səni eşqə mübtəlasan, divanələr ilə aşinasən. Burada isə anasının Leyliyə nəsihəti hissəsidir. Bu ikisinin arasında baş verənlər bizə lazımdır. Gəl qılsa onu tələf həvadis, yox bir xələfi ki, ola varis. Bu fikir anadan olması hissəsinə aiddir. Amma bu xakdanə düşdü, fəğanə düşdü. Bundan da qabağa aiddir. Ona görə biri çıxırıq. Birlə olan cavablarımız da gedir. Sonra əqvamü qəbaili olub şad, o növrəsə Qeys qoydular ad. Qeysin anadan olması hissəsidir bu. Deməli, elə bunun ardınca gəlir. Birinci fəğanə düşdü, ondan sonra isə gəlir bu. Deməli, ikini bura yaza bilirik. Sonra, deməli, Leylini məktəbdə görür, ondan sonra və anası ilə Leylinin söhbəti. Bu ikisinin arasında baş verəcək hadisələr lazım. İkini götürdük. Xoş ol ki, qızı həmişə gizlər, xud gizli gərək həmişə qızlar. Deməli, bu isə anasının nəsihətidir, amma o nəsihət hissəsinin sonluğudur. Yəni, bu hissəyə getməyəcək. Deməli, bunu da çıxırıq variantlardan. Yəni, arıcılığı pozur bu.
Deyirlər səni eşqə mübtəlasan, divanələrlə aşinasan. Bax, bu üçüncü fikir bundan sonradır. Bura yazılmalıydı. Yəni bu boşluğa yox. Ona görə çıxırıq. Dildən dilə düşdü bu fəsanə, faş oldu macəra cahanə. Və bu dördü bura yaza bilərik. Birinci əfsanə yayılır, cahanə yayılır. Ondan sonra anası narahatlıq keçirib Leyli ilə danışır. Ona görə 2 və 4 düzgün cavablarımız bu olacaqdır. Növbəti suala baxaq. Oqtay Eloğlu əsəri ilə bağlı hansı fikir doğrudur? Aslan bəy teatrı məktəb adlandırır. Bəli, Hacı Zamanla onun dialoqunda var. Əslində Aslan bəy teatrı həqiqətən sevmir. Sadəcə dildə o cür deyir. Hətta onu məsciddən daha müqəddəs yer adlandırır. Yəni dildə demokrat görünən Rüstəm bəy kimi bir obrazdır. Anamın kitabındakı Rüstəm bəy kimi. Bu da dildə müasir fikirlidir. Yəni məktəb adlandırır, amma bu onun müsbət obraz olduğu nəticəsini vermir bizə. Amma yenə də bu fikir onun dilində var. Ona görə doğrudur. İnsan könlü kimsənin qəyyumluğunu qəbul edə bilməz. Bunu Oqtay deyir. Bu saat Oqtayın bir tükü də qızıldır ifadəsini Səməd yox, Xaspolad işlədir. Oqtay qayıdandan sonra. Vaqif piyesindəki obrazla eyni adlı obraz iştirak etmir səhvdir. Çünki hər iki əsərdə Tamara adlı bir qadın surəti var. Mən avam fonetik bir kəndli deyiləm deyən obraz teatra və aktorlara həqiqi rəğbət bəsləyir. Bu fikir Aslan bəyə aiddir. Bunu Oqtay ilə dialoqunda deyir. Amma həqiqi rəğbət bəsləyir fikri yanlışdır. Bunların hamısı yanlışdır. Çünki üzdə belə görünürdü sadəcə. A variantı olacaq. 31-də Koroğlu ilə Bolu bəy qoluna əsasən doğru fikir lazımdır bizə. Deməli, Çənlibelə hücuma keçən ilk ərəb reyhan olur. İlk ərəb reyhan olur fikri yanlışdır. Bunu götürə bilmirik. Koroğlu'nun xanlardan biri ilə dostluğu Hasan Paşanı narahat edir. Bəli, Ələmqulu xanla dostluğu Hasan Paşanı narahat edir. Bu doğrudur. Koroğlu düşmən əlinə keçərkən mərd-mərdanə özü olduğunu boynuna alar, danmazdı. Yox, boynuna almazdı. Səbəb Koroğlu'nun qorxması deyildi. Sadəcə Koroğlu qorxurdu ki, əgər düşmən əlinə keçsə, düşmənlər Koroğlu'nun olmadığını bilib Çənlibelə ayaq alar. Yəni, narahatlığı Çənlibelin ələ keçirilməsi idi. Ona görə də kim olduğunu boynuna almırdı. Bu səhvdir. Hasan Paşanın istəyi Ərəb Reyhanla Bolu bəyi qızışdırıb Koroğlu'nun üstünə göndərmək idi. Bu doğrudur. Bunlardan bir dənə Bolu bəy idi ki, əvvəl getmək istəyirdi. Ərəb Reyhan da istəyirdi, onlar getsin. Hasan Paşa da istəyirdi, onları qızışdırsın, göndərsin. Amma yəni özü getmək istəyən bir tək Bolu bəy idi ki, istəyirdi öz adı çıxsın, anlansın ki, yəni Bolu bəy Koroğlu'nu məğlub edib. Hasan Paşa, Ərəb Reyhan və Bolu bəy Çənlibelə hücum etməyə qərar alırlar. Bu da doğru fikirdir. Deməli, 2, 4 və 5-ci fikirlər doğrudur. 32-də aşağıdakı nümunə ilə bağlı düzgün fikir lazımdır bizə. Biz çobanlıq dağlı daşlı yerimiz. Anamın kitabı əsərindən yazdığımız bir sualdır bu. Bu çobanların nitqidir. Sintaktik fiqurlardan yalnız inversiya işlənibdir. Baxaq görək. İnversiya. İnversiyadan başqa nə var? Vəfalıdır, səfalıdır. Demək, burada təkrir də var. Başqa yenə də nəsə tapmaq olar. Hər halda alma ilə, təzad da var burada, ziddiyyət də var. Yəni, yalnız inversiya fikri yanlışdır. Təzad işlənən nümunə müxəmməsilə eyni şeir şəklindədir. Yəni, biz əslində bu çobanlar sözünün rədif ya da təkrir olduğunu burada bilə bilmərik. Növbəti bəndini də görməliyik ki, əgər bütün bəndlərdə vəfalı, səfalı sözləri nə uyğun qafiyələnmə varsa, onda çobanlar rədif olacaq. Əgər yoxdursa, onda təkrir olacaq. Yəni, bu təkrira görə deməyək bunu, təzad və inversiya var, ona görə götürək. Təzad işlənən nümunə müxəmməsilə eyni şeir şəklindədir. Müxəmməs də beşlikdir, bu da beşlikdir. Bu doğrudur. Heca vəznində müxəmməs janrındadır, doğrudur. Fonetik norma pozulması müşahidə olunmur. Bir dəqiqə. Bizə nə lazım idi? Mən burada nəsə yanlışa yol verdim deyəsən. Bir dəqiqə suala tezdən baxım. Yalnız inversiya işlənməsi yanlış oldu. Təzad işlənən nümunə müxəmməsilə eyni şəkildədir. Bəli, beşlik şəklindədir. Heca vəznindədir. Bəli, müxəmməs janrıdır. Müxəmməs janrı deyil axı. Müxəmməs janrı olması üçün A, B, 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 A olmalıydı. Burada da 3-2 qafiyələnibdir. Deməli, C səhvdir. Fonetik norma pozulması müşahidə olunmur, səhvdir. Dağdır, daşdır. Dağdır, daşdır. Burada fonetik norma pozulub. Lirik növdə yazılıb, çarpaz qafiyədən istifadə olunub. Lirik növdə amma çarpaz qafiyələnmə yoxdur. Çarpaz qafiyələnmə A, B, A, B şəklində olan da olur. 1 ilə 3 və ya 2 ilə 4 qafiyələnir. Bu da yoxdur. Cavab olub B variantı. 33-cü sualda Həmzənin qıratı qaçırması qolundan verilən səbəb-nəticə əlaqəsi hansı bənddə pozulub?
Deməli, səbəb Hasan Paşa Xotkar məclisində sözünü təklikdə demək istədiyini bildirir. Məclisdəkilər bundan inciyirlər. Burada uyğunluq pozulmayıbdır. Da rəncidə olurlar, belə bir ifadə səslənir orada. Hasan Paşa narahat idi ki, birdən Koroğlunun adamları olar məclisdə. B-də Koroğlu ticarət kərvanlarının şəhərə gətirilməsinə imkan vermir. Xotkarın Koroğlu qarşısında acizliyi söz-söhbətə səbəb olur. Bəli, şəhərdə söhbət yayılır ki, Xotkar Koroğlunun əlində aciz qalıb. Bu düzdür. Səbəb Hasan Paşa tapşırığını həll edən adama Toqat paşalığını və qızını vəd edir. Nəticə Bolu bəy bu təklifi qəbul edir. Doğrudur. D-də səbəb Ərəb Reyhan Hasan Paşanın Koroğlu üstünə hücum çəkmək planından xəbər tutur. Nəticədə qasid göndərərək əlbir olmaq istədiyini deyir. Bu da doğrudur. Y-yə də baxaq. Səbəb Hasan Paşanın qızı Dona Xatunu Həmzə çoxdan sevirdi. Həmzə onun qızını sevmirdi. Çoxdan sevən Bolu bəy idi ki, sırf qızı sevdiyi üçün bu işə gedir. Həmzə isə sadəcə fikirləşirdi ki, Hasan Paşaya necə yaxın ola bilər? Yəni, hər növ ona yaxın olmaq üçün, oğul olması üçün ancaq kürəkən rolunda özünü görə bilirdi. Fikirləşirdi ki, yəni, həm pul, həm bəylik, həm oğulluq hamısı bir arada mümkün olmaz. Qızını alsa bunların hamısı gələcək. Ona görə də yəni burada səbəbdə səhvlik var. Çoxdan sevirdi deyə Koroğlunun qrafını gətirməyinə razılıq verir, fikri səhvdir. Sevirdi deyə deyildi. Yəni, ağ günə çıxmaq istəyirdi. 34-cü sual. Leyli Məcnunla bağlı yanlış və doğru fikirlər eyni sırada yer almalıdır. Yəni, demək, bu tip başa düşün ki, sualın yarısında düzgün fikir olacaq, digər yarısında yanlış fikir. Ərzun Həzəc bəhrində yazılıb, bura qədər doğru. 16-cı əsr, bu da doğru. Bu tam doğrudur, çıxırıq. Mənfi obrazların zahiri qələbəsi ilə başa çatır. Mənfi obraz bu əsərdə yoxdur. Ona görə yanlış. Nofel istəyinə tam nail olur, bu da yanlış. Əsərdəki mənfi obrazlar Məcnuna qarşı mövqe tutur. Mənfi obraz yoxdur. Valideynləri, İbn Səlam heç biri mənfi deyil, zamanə adamlarıdır. Müəllif burada günahkar zamanəni bilir, yəni tək-tək şəxsləri yox. Zamanənin əzici qayda qanunlarına qurban gedən obrazlar bir-birinə sadiq aşiqlərdir. Burası doğrudur. Elə yanlış doğru budur. D-yə də baxsaq, ana dilində yazılıb, mövzusu ərəb əfsanəsindən götürülüb. Bu, hər iki tərəfi doğru fikirdir. Əsas qəhrəmanları olan Leyli Məcnundan yalnız birinin dilindən qəzəl yox, hər ikisinin dilindən verilir. Bu yanlış. Məcnun Leyli ilə qovuşmaq anında bu fürsəti dəyərləndirir, xeyr, imtina edir. Yəni o vüsala çatmaq istəmir. Çünki o artıq ilahi eşq yolunda irəliləyirdi və Leyli ilə cismani qovuşmaq onun xəyali deyildi artıq. Ona görə bunlar da səhvdir, cavab qarı C variantı. 35-ci suala baxaq. Anamın kitabı əsəri əsasında verilmiş fikirlərdən Gülbahar obrazı ilə bağlı uyğunluğu seçin. Əməli, nitqi, xarakteri, verilmiş xüsusiyyətlər. Deməli, düşüncəli olması onun xarakteridir. Qardaşlarının kitablarını lazımsız hesab etdiyi üçün yandırması onun əməlidir. Kaş siz bir-birinizlə yola gedin. Bəli, bu bacısını evləndirmək planları olan hissədə Gülbahar deyir ki, mən heç birinə getmərəm, tək ki siz dalaşmayın. Deməli, bu onun nitqidir. Gərək bugün biletləri paylayaq, sabahdakı bilərsən, bizdə cəmiyyət xeylən yığıncağıdır. Bu Gülbaharın nitqi deyil, Rüstəmin nitqidir, deyini çıxırıq. Həssas olması da onun xarakteridir. Deməli, burada 2-3-4 yox, 1-2-3 olmalıdır. Nəsə sürüşmə olub, 1-2-3 kimi düşünün bunu. Deməli, 1-ə uyğun gəlir B, 2-yə C, 3-ə A, Y. B variantı. Növbəti suala baxaq. Bədii əsərin kompozisiyası ilə bağlı verilən hansı fikir doğrudur? Hadisələrə düyün vurulmaz Zavyaskadır. Zavyaska kompozisiya yox, süjetlə bağlı fikirdir. Ona görə səhvdir. Əsərin əvvəlində işlənərək müəllifin hər hansı görkəmli şəxsiyyətə və ya özünə aid hikmətli kəlam, misra işlətməsi proloq adlanır. Proloq yox, epiqraf adlanır. Epiloq əsərin sonunda verilən, əsərə yekun vurulan hissədir. Düzgün cavab C-dir. Düyünlərin açılması razvyaska, bu süjetin mərhələsidir, kompozisiya ilə bağlı fikir deyil. Lirik ricat bədii əsərlərdəki təbiət təsvirinə deyilir. Lirik ricat deyil, peyzajdır təbiət təsviri. Lirik ricat haşiyədir. Mövzudan kənara çıxma. 37-yə baxırıq. Gələcək gün əsərindən verilmiş fikirlərdən uyğunsuz olanları müəyyənləşdirməliyik. Musa obrazı onu düşündürən yalnız öz ailəsinin yox, o hətta digər kəndləri də düşünürdü. Məsələn, ayağı kəsilən Həsənalı var idi orada. Demək, ilan sancdığı üçün, belə deyək də,
şikəst olmuşdu. Yəni onu da düşünür, tək özünü düşünmür. Bu yanlışdır. Məhsulun yeni bölgüsünə etiraz edənlərdəndir. Bəli, biri oydu, biri Firidun idi. Yəni etiraz edən tək o deyildi. Zəhmətkeşdir, doğru. Firidun ağaların sadə xalqa qarşı etdiyi haqsızlıqlara göz yuma bilmir. Bizdən uyğunsuzlar soruşulur. Deməli, bu uyğun fikirdir. Uşaqlara təhsil vermək üçün dayısıgilin kəndinə köçür. Xeyr, bu yanlışdır. Darülfünunda təhsilini yarımçıq qoyduğu üçün ümidsizliyə qapılır. Bu da yanlışdır. Doğrudan demək, uyğunsuzlar dediyi üçün 1-i, 5-i, 6-nı götürəcəyik. A variantı. 38-də həyata əks etdirmə üsulu, janrı və mövzusu baxımından eyni olan əsərlər. Ağrımaz lirik, gürş qıl lirik, səsli qız epik. Deməli, bunların həyata əks etdirmə üsulu müxtəlif oldu. Daha o tərəfinə, janrına, mövzusuna baxmağa gerək yoxdur. Artıq gördük ki, həyata əks etdirmə üsulu müxtəlifdir. Dəhnamə, Leyli və Məcnun, Heydər Babaya salam. Epik, epik, epik. Həyata əks etdirmə üsulu eynidir. Yəni, təkiyyədir. Janr olaraq poema, poema, poema düzdür. Mövzu baxımından fərqlidir amma, eyni deyil. Leyli, Məcnun, Dəhnamə, Xosru və Şirin. Üçü də poemadır, üçü də epik əsərdir, yəni poemadır. Mövzu baxımından üçündə də məhəbbət mövzusu var. Ona görə də C variantı olacaq. 39-da Qızılgül olmayaydı poeması ilə bağlı hansı fikir yanlışdır? 63-cü ildə çap olunan əsər repressiyanın günahsız qurbanlarından olan Müşfiqə həsr olunub. Bu doğrudur. Baş vermiş hadisələrin şahidi və iştirakçısı olan müəllif olanları, hiss və düşüncələrini Dilbər xanıma müraciətlə danışır. Bu da doğrudur. Poema keçmişə qayıdış formasında qələmə alınıb, retro üslubdadır. Doğrudur. Əsərdə insanlığa qarşı işlənmiş ağır cinayətlərdən söz açılır. Doğrudur. Tək Müşfiq yox, həm də Müşfiqin timsalında digər repressiya qurbanlarının da taleyindən burada danışılır. Poemada səmimi etiraflara rast gəlinsə də müəllifin özünə məzəmmətini görmək mümkün olmur. Həm səmimi etiraflara da rast gəlinir, müəllifin özünə məzəmmətini də görmək mümkün olur. Özünü bir növ orada günahlandırır ki, yəni Müşfiqi axtarmadı. Müşfiq gedəndən sonra onun ardınca getmədi, etiraz edə bilmədi, etiraz səsini çıxara bilmədi deyə bir məzəmmət hissi var. Yanlış budur. 40-cı sualda Xurşudbanu Natəvan əsərindən verilən doğru fikirlər lazımdır bizə. Natəvan Knyaz Xasəyə onun sevgisinə ehtiyacı olduğunu deyir. Bəli, bu doğrudur. Seyid Hüseyndən evlilik təklifi alan Natəvan. Evlilik təklifini Natəvan ona eləyir. Seyid Hüseyin onu sevsə də gizlin onu izləyirdi. Sevgisini gizli saxlayırdı. Hətta bu günahkar məhəbbəti qəlbimdən çıxarmağa çalışam deyirdi. Yəni onun sevgisini etiraf eləmir. Şuşaya çəkilən bulağın mühəndisi Talıbzadə idi. Bəli. Knyaz Xasay xalqına biganə olduğuna görə özünü günahkar sayır. Bəli. Hətta Xurşudbaniyə deyir ki, sən öz xalqın üçün işlər görə bilirsən, amma mən öz xalqıma fayda verə bilmirəm və özünü günahkar sayırdı. Fransız yazıcısı Duma Azərbaycan dilinin musiqisinə heyranlığını əsərdə öz dilindən deyir. Bunu ədəbi məclisdə Xurşudbanu Natəvan dilə gətirir. Yəni Duma ilə görüşdüyü zaman görüşündə Duma demişdi, amma burada Dumanın dilindən yox, Xurşudbanu Natəvanın nitqindən eşidirik biz. Ona görə doğrular 1, 3, 4 olacaq. C variantı. İblis əsəri ilə bağlı hansı fikir yanlışdır? Haqq ədalət axtarışında olan qəhrəman mənəvi saflığını qoruya bilsə də, haqq ədalət axtarışında olan Arif idi, o da mənəvi saflığını qoruya bilmir. Bürokratizmin qurbanına çevrilir. Deməli, bu fikir yanlışdır. Elə yanlış budur. Digərlərinə də baxaq. Rəananın atasının qatilinin İbn Yəmin olduğunu deyən obraz öz yaxın tərəfindən öldürülür. Vasif. Doğru. Əsər 4 pərdəlidir. Oqtay Eloğlu əsərlə eyni janrda, yəni hər ikisi faciədir. Doğru. Hadisələr Bağdadda baş verməsi də doğrudur. Baxdım ki, sevilməyənlər əsla layiq deyil olmağa həmaquş deyən obraz sevdiyi şəxs tərəfindən öldürülür. Bu da Xavərə aiddir. Doğru fikirdir. Yanlış A'dır. 42-ci sualda doğru fikir soruşulur. Yazılı ədəbiyyatımızın ən qədim vəzni heca vəznidir. Bəli. Daha doğrusu şifahi ədəbiyyatda və yaxud da ümumi ədəbiyyatda hecadır. Amma sırf yazılı ədəbiyyatda ən qədimi əruzdur. Bu yanlışdır. Poemalar yalnız nəzmlə, yalnız əruz vəznində. Poema yalnız nəzmləndir, amma yalnız əruzda yox, hecada da ola bilər, sərbəst də ola bilər. Eyni şeir şəklində yazılmış əsərlər müxtəlif janrlarda ola bilər. Təbii ki, məsələn, dörtlük şəklində yazılan rübai, tuyuq, mürəbbi, bayatı, qoşma, gəraylı müxtəlif janrlarda ola bilir. Və yaxud da beyt şəklində olanlar, ikilik olanlar, qəzəl, qəsidə, qitə, məsnəvi janr olaraq müxtəlif ola bilir. Bu doğru fikirdir. C.
D-də deyir, dramatik növün ədəbiyyatımızda ilk nümunəsi 19-cu əsrə aiddir. Bəli, 1850-ci ildə Axundzadənin Molla İbrahim Xəlil kimyəgər əsəridir. Proloq ön söz deməkdir. Əsərin əvvəlində oxucunun baş verəcəyi hadisələrlə geniş şəkildə tanış etmək məqsədi ilə yazılır. Doğru fikirdir. Yanlış, daha doğrusu bir dəqiqə. Burada yazılı ədəbiyyat demir. Dramatik növün ədəbiyyatımızda ilk nümunəsi. Dramatik növ axı qədim dövrdən var. Xalq tamaşaları var, şəbihlər var, oyunlar var. Ona görə bu yanlışdır. Proloq ön söz deməkdir. Bəli, əsərin əvvəlində oxucunu baş verəcək hadisələrlə geniş şəkildə tanış etmək. Geniş yox, yığcam şəkildə. Qısa şəkildə. Yanlışdır. Cavab olur C variantı. Bu sözlərin mənasında incəli, yeri şeylər dağ üstündə incəli, mən aşiqəm incəli, kaman qaşın incəli, eşqimə töhmət demə, ya sınar ya incəli, nə mənzildə qərar tutub dincəli, könül uçar ovlağına sarı hey. Deməli, gördüyümüz kimi bu iki misra, ortada da bir dənə cığa bənd var. Deməli, buna deyirik cığalı təcnis. Cinas qafiyələrdən də istifadə olunub. Bizdən doğru fikirləri soruşur. Neçəsi doğrudur deyir hətta. Aşıq yaradıcılığı nümunəsidir, dodaq dəyməz. Dodaq dəyməz deyil. Qoşa dodaq samitləri var. B var, M var. Ona görə də dodaq dəyməz deyil. Cinas və çarpaz qafiyə. Cinas var, amma çarpaz qafiyə yoxdur. Bu da səhv. Ayaqlı təcnisdir, cığa bəndi cinas bayatı. Ayaqlı yox, cığalı təcnisdir, səhvdir. Şifahi ədəbiyyat nümunəsidir, müəllifi bəlli deyil. Axı Nəbi Miskin burada müəllifi də verilibdir, deməli bu da yanlışdır. Cığalı təcnisdir, cığa bəndi cinas bayatı janrındadır. Bəli, cığa bənd bu ortadakı bayatıya deyilir. O da cinas bayatıdır, cinas qafiyəli bayatıdır. Bir dənə doğru fikir 5-dədir. Cavab olur D. Su həsrəti əfsanəsi ilə bağlı yanlış olan hansı fikir İlyasın nağılı üçün doğrudur? Bu, proqrama yeni əlavə olunan əsərlərdəndir. Yəni, sertifikasiya hazırlaşan müəllimlərin işləməyi vacib deyil bu sual, amma MİQ müəllimləri gərək ki, MİQçilər işləsin. Deməli, birinciyə yanlış, ikinciyə doğru olmalıdır. Aid olduğu janrın əfsanəvi qüvvələrin iştirak etdiyi nümunələri var. Bu, əfsanədir, bu isə nağıldır. Deməli, hər ikisində əfsanəvi qüvvələr iştirak edə bilir. Bu ikisi üçün doğrudur deyə çıxırıq. Epik növdə yazılmasına baxmayaraq təhkiyə aparıcı deyil. Təhkiyə hər ikisində aparıcıdır. Düşmən hücumu baş verdiyi üçün çətinliklə qarşılaşan obrazlara rast gəlmək bu hər ikisində mümkündür. Su həsrəti əfsanəsində onsuz da düşmən hücumuna görə bunlar belə deyək də yer yurdundan didərgin düşürlər, qaçmalı olurlar. İlyas nağlında da axırda İlyas deyir ki, o vaxtda deyir bizim şəhərə deyir düşmən hücum eləmişdi və düşmən basılanda deyir mən əsir düşmüşdüm. Elə olur ki, sonra qul bazarında əsir olaraq satılır. Deməli, bu hər ikisində var idi. Yazıldığı janrın məzmuncu 3 müxtəlif növü var. Əfsanələrin 4 növü var, nağılların 3 növü var. Elə yanlış fikir, birinciyə yanlış, ikinciyə doğru olan budur. Əsərdə ona ünvanlanan suallara düzgün cavab verməyi bacaran nağılda obraza rast gəlmək mümkün deyil deyir. Mümkündür desəydi düz olardı. Mümkün deyil dediyi üçün birinci üçün doğrudur bu fikir, ikinci üçün yanlışdır. Ona görə də götürməyəcəyik. 45-ci sualda deyilir ki, hansı variant doğru, yanlış olma baxımından digərlərindən fərqlidir? Baxaq, Cəlil Məmmədquluzadənin müxtəlif janrlarda olan əsərlərində eyni adlı obrazlara rast gəlmək mümkündür. Qurbanəli bəy hekayəsində bir epizodik obraz var, Mirzə Həsən. Orada ona göndərirlər ki, getsin zəfəran alıb gətirsin pristavın arvadının ad günündə. Deməli, bu hekayə janrındadır. Bir də Mirzə Həsən dramatik növdə Anamın kitabı piyesində də var. Demək ki, bu doğrudur. 7 ölkəyə hökmdar olan İskəndər 3 alimə nəsihətnamə yazdırır. Bu da doğru fikirdir. Deməli, Sokrata, Platona, Aristotelə nəsihətnamələr yazdırır. Doğrudur. Müxəmməs və təxmis üçün ortaq olan cəhətlərdən ən azı biri qoşma üçün də ortaq ola bilər. Ən azından bənd şəklində olması ortaq ola bilər, təbii ki. Ən azı birini dedim, yenə artırmaq olar sıranı. Alı kişi qolundakı obrazlardan biri Mir Cəlilin Bir Gəncin Manifesti əsərindəki obrazlardan biri kimi yanlış qərarın qurbanı olur. Alı kişi qolunda Həsən xan Alı kişinin gözlərini çıxartdırır. Yanlış qərar idi bu, təbii ki, o günahsız idi. Baharda da, Bir Gəncin Manifestində də Bahar obrazı həqiqətən oğurluq eləməmişdi, amma Məşədi Abbas onu belə deyək, yanlış olaraq cəzalandırır. Deməli, bu
Demə bu da doğru fikirdir. Qanlı Daş əfsanəsinin personajlarından biri sıxışdırıldığı üçün vətənin igidlərinin həqiqi ünvanını düşmənə xəbər vermək məcburiyyətində qalır. Həqiqi ünvanını demir. Orada yalandan düşmənləri tələyə salmaq üçün igidlərin ünvanını səhv deyir, onlara tələ qurur. Deməli, yanlış fikir budur. 46-cı suala baxırıq. Deməli, doğru fikirlərin sayı lazımdır. Aşıq deyər, bir nazlı yar var imiş, eşqindən odlanıb yanar. Deməli, Heydər Babaya Salam poemasının bir bəndidir. Nümunədə həm təkrir, həm rədif işlənib. Deməli, rədif yox, təkrir var burada. Var imiş, var imiş, var imiş. Deməli, bunun təkrir olduğunu niyə deyirik? Çünki bir bəndin içərisində var. Bilirik ki, Heydər Babaya Salam poemasının bəndləri bir-biri ilə qafiyələnmir. Hər bəndin öz qafiyəsi var. Ona görə də hər bənddə təkrarlanmayan qafiyədirsə, ondan sonra gələn sözə rədif deyə bilmərik. Bu olacaq təkrir. Qafiyənin müxtəlif növlərindən istifadə olunsa da təzada yer verilməyib. Sönüb, sönməyib, çönüb, çönməyib. Təzad var burada. Ona görə bu da səhvdir. İnversiyadan əlavə ən az 3 müxtəlif bədii ifadə vasitəsinə rast gəlinir. Deməli, nə deyir burada? İnversiyadan əlavə 3 müxtəlif. İnversiya varmı ki, aşıq deyər, bir nazlı yar varmış, yoxdur. Eşqindən odlanıb yanar varmış, yoxdur. Bir sazlı sözlü şəhriyar varmış, inversiya yoxdur. Odlar sönüb, onun odu sönməyib, inversiya yoxdur. Fələk çönüb, onun çarxı çönməyib. İnversiya yoxdur deyə bu da səhvdir. Müəllifin adının çəkilməsi aid olduğu janrın tələbidir. Poemada vacib deyil müəllifin adının çəkilməsi, amma Şəhriyar bu poemada öz adını 2 dəfə çəkir. Hər iki hissədə var. Yəni, əsas tələb deyil, bu olmaya da bilər. Poemanın son bəndi olmayan nümunə, bəli, son bəndi deyil, sondan əvvəlki bəndidir. Müəllifin Təbrizə səfəri zamanı. İkinci hissəyə aid olduğu üçün ikinci hissə Təbrizdə yazılıb. Bəli. Doğru fikirdir. Düzgün cavabların sayı bir dənə olur. 7-ci sualın izahına baxaq. Qaz və durna təmsilindəki qaz obrazı, kərgədan və qarışqa təmsilindəki kərgədan obrazı kimi əsərin sonunda öz əməlindən utanır. Bu fikir yanlışdır. Qaz utanır, amma kərgədanın utanması təsvir olunmur təmsildə. Qurd və İlbiz qaz və durna təmsillərində xaraktercə bir-birinə bənzər obrazlar yoxdur. Yanlış fikirdir. Qurd və qaz obrazlarının hər ikisi təkəbbürlü, özünü bəyənən lovğa obrazlardır. Ona görə də bu yanlışdır. Ana dilim şeirinin qafiyə quruluşu Təbrizim şeirindən eynidir. Xeyr. Ana dilim şeirinin hər bəndinin son 2 misrası öz aralarında qafiyədir. Həmçinin bəndlər də bir-biri ilə öz aralarında qafiyələnir. Amma Təbrizim şeirində son 2 misra öz aralarında qafiyələnsə də bəndlərin bir-biri ilə qafiyələnməsi yoxdur. Hər bəndin qafiyəsi müstəqildir. Ona görə yanlışdır. Ana dilim və laylam mənim, nərəm mənim şeirlərində ana laylasına söz açılmır, yanlışdır. Hər ikisində ana laylası motivinə toxunulub. Tənha nar ağacı hekayəsində Novruzdan sonra baş vermiş hadisələrdən danışılır. Bu doğru fikirdir. Cavab olacaq Y variantı. Qəsd edilmiş gözəllik hekayəsi ilə bağlı yanlış fikri seçin. Əsərdə Araz çayının təsviri obrazlı dildə göstərilibdir. Bəli, Araz çayının təsvirindən danışılır. Hekayədə Əmirvanlı, Cəfərli, Kolayır kimi kənd adları işlənib. Əmirvanlı, Cəfərli var, amma Kolayır kəndi Mircalın vətən yaraları hekayəsində Lətifin yaşadığı kənddir. Ona görə bu yanlışdır. Əsərdə Əli və Sabir obrazlarının dialoquna rast gəlinir. Bu doğrudur. Təbiətə qarşı amansızlıq tənqid olunur əsərdə. Bu da doğrudur. Əsərdəki əsas problem xalqa aid olan meşənin Çar hakimiyyəti tərəfindən məhv edilməsidir. Bu da doğrudur. Cavab B oldu. Aşağıdakı suallardan hansına Alı kişi qolunda cavab tapmaq mümkün deyil. Koroğlu nə üçün Çənlibeldə yurt salır? Çünki atası ondan bu yerdə yurt salmağını istəyir. Hətta atası kör olandan sonra Koroğluya deyir, müxtəlif yerlər göstərir. Yəni Koroğlu ona təsvir eləyir. Başa düşür Çənlibel olduğunu təsvirindən. Yəni deyir ki, bəli, sənin yurt salmalı olduğun məkan buradır. Yəni atası ona məsləhət görür. Nə üçün yurt saldığı atasının istəyi olduğu, bəli, bu var. Həsən xan kimin tapşırığı ilə Alı kişini kör qoyur? Hasan Paşanın tapşırığı ilə. Bu da var. Qıratın çiyinlərindəki qanadlar niyə əriyir? Çünki atası tapşırmışdı ki, 40 gün insan gözü baxmamalıdır. 39 gün keçir, axırıncı gündə Koroğlunun ürəyi dözmür, baxır və nəticədə gün işığı düşdüyü üçün qanadları əriməyə başlayır. Alı kişi qılıncını düzəldən ustanın yalını necə üzə çıxarır? Usta, bəli, o qılıncın, belə deyək də, ildırım parçasından hazırlanan qılıncı çox, belə deyək, bəyənir və Alı kişiyə bunu vermək istəmir, yalandan başqa qılınc düzəldib verir. Alı kişi də həmin o, belə deyək, parçadan bir
biz düzəltmişdi. Həmin bizdən yoxlayır, görür ki, bu həqiqətən ildırım parçasından deyil və ustanın sirri üzə çıxır, əsl qılıncı qaytarmalı olur. Bu doğrudur. Ali kişi neçə yaşından Həsən xanın yılxıcısıdır? Burada deyir ki, gözləri çıxarılandan sonra mən sənin yolunda saç ağartmışam, yəni ömrüm burada keçib, amma neçə yaşından olduğu deyilmir. Bilirik ki, uzun müddətdə ona ilxıçılıq edir, amma nə vaxtda, neçə yaşından olduğu bilinmir. Y variantı da yanlış. 50-ci suala baxaq. Kölgədə bəslənən quzey qarısan, səhərin yelləri tez dəyər sənə. Qurbaninin şeirindən bir nümunə. Nümunədə nə işlənib? Bir əşyanın özündən daha qüvvətli əşyaya bənzədilməsi yoluyla yaranan məcaz növü, yəni təşbih. Deməli, sevdiyini quzey qarına bənzədir. Təbii ki, burada bir mükəmməl təşbih nümunəsi var. Elə budur. Eyni ifadənin təkrarıyla yaranan sintaktik fiqur. Yəni, burada təzad varmı? Xeyr. Daha doğrusu, təkrir varmı? Xeyr. Söz sırasının pozulması ilə yaranan məcaz növü. İnversiya var. Tez dəyər sənə. Xəbər gəlib tamamlıqdan əvvələ. Amma məcaz növü deyil. Məcazlar deyəndə bədii təsvir vasitələri nəzərdə tutulur. Sintaktik fiqur deyəndə isə bədii ifadə vasitələri. Ona görə C səhvdir. Fikri qüvvətləndirmək üçün işlədilən məcazi mənalı təyin. Bədii təyin yoxdur burada. Ad dəyişmə yolu ilə yaranan sintaktik fiqur. Ad dəyişmə, yəni metonimiya yoxdur burada. Cavab qalır A variantı. Sınavın izahı bu qədər. Ümid edirəm faydalı oldu. Əlavə suallarınız olarsa rəy bölümündə yaza bilərsiniz. Hər birinizə imtahanda bol uğurlar arzulayıram.